Azərbaycanda fevralın 24-də ilin ilk çərşənbəsi su çərşənbəsi qeyd olunacaq. Xalq adət-ənənəsinə görə Novruz bayramından öncə davam edən boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanılır. Su çərşənbəsi Novruz bayramının ilk çərşənbəsi olaraq qədimdən xalqımız tərəfindən qeyd olunan ənənəvi bayramdır. Bugün su elementinə, təmizliyə, həyatın başlanğıcına və bərəkət tapınma ilə bağlı mərasimlərlə qeyd olunur. Xalq arasında ona Əzəl çərşənbə, Sular Novruzu, Gözəl çərşənbə və Gül çərşənbə kimi adlar verilir. Su çərşənbəsi günü insanlar gün doğmadan su mənbələrinin yanına gedir, üzlərini yuyur, bir-birinin üstünə su çiləyir və axar sudan atlayırlar. İnanca görə təzə sudan keçənlər il boyu xəstəlik və bəladan uzaq olurlar. Hər çərşənbənin öz xörək və xonçası olur. Su çərşənbəsinin də mütləq pak və təmiz su süfrəyə qoyulur. Dövrəsinə quru meyvə, rəngbərəng şamlar, qovurğa və digər təyyamlar əlavə olunur. Qeyd edək ki, fevralın 24-də ilk su çərşənbəsi, martın 3-də od, martın 10-da hava, martın 17-də isə axırıncı torpaq çərşənbəsi qeyd olunacaq. Mən Muradova Yasəmən Zöhrab və Fətəliyev Sevindil Akifoğlu. Medios TV.